Bugün birlikdə məni bənzətdiyiniz məşhurları incələyirik. Şəkilləri yuxarı qoyacağam ki, siz də baxasınız. İlk sırada mənim ən çox bənzədildiyim, YouTube-a nə vaxt video atsam, hər videonun altına adını yazdığınız o şəxs var. Yəni Cərən Yaldır. Əslində oxşayırıq. Göz quruluşumuz və qaşımız çox oxşayır. Onun da gözləri balaca və çəkidir. Ona görə yəqin ki, məni bu qıza oxşadırsınız. Elə yan durun bir baxın. Oxşayırıqmı? Növbəti sırada isə YouTube-da ikinci adı ən çox çəkilən o şəxs var. Asena Keskinci. Sanki bu qızla, necə deyim, vibe'ımız mı bənzəyir, ya baxışlarımız mı bənzəyir, niyə bilmirəm. Asena Keskinciyə də məni çox oxşadılar, amma yəni əlaqəmiz belə yoxdur məncə. Üçüncü sırada özümü bənzətdiyim o şəxs var. Devon Aoki. Tək-tək baxanda qaşımız, burnumuz, dodağımız heç biri oxşamır, üz quruluşumuz da. Amma sanki birləşdirəndə bir-birimizə oxşayırıq. Necə olur mən də bilmirəm. Növbəti qızımız Blackpink'dən Rose. Rose ilə burnumuz biraz öndən oxşayır, yəni belə baxanda. Növbəti sırada yenə Blackpink üyəsi olan Jennie var. Bu gözəlliyə bir baxın. İçlərində ən çox oxşadığım Blackpink'dən Jennie'nin bu şəkli ola bilər. Çünki onun da qaşları sanki biraz dairəvidir, amma tam deyil. Gözləri çəkib. Belə baxanda daha çox oxşayıram. Cat Eyes deyirlər. Məncə ən çox Blackpink'dən Jennie və Cərən Yaldıza oxşayıram. Bəs sizcə mən bu şəxslərdən hansına daha çox oxşayıram? Yazmağı unutmayın.